Bir çox göbələklərdə olduğu kimi Lepista nuda göbələyini də qurudub qışa saxlamaq olur. Həm qida kimi istifadə edə bilərsiniz, həm tibbi dəyərinə görə dəmləmə, kapsul şəklində, toz formasında istifadə edə bilərsiniz. Yenə suplarda, yeməklərdə Lepista nudanı istifadə edə bilərsiniz. Çox gözəl, ətirli, inanılmaz bir ətri var bu göbələyin. İndi bilənlər bilir. Tam olaraq da sözlə izah eləmək olmur. İndi hansı meyvənin, hansı qidanın ətrinə daha çox yaxındır desək, daha çox çiyələk ətrinə yaxın ətri var. Qarışıq sitrus, çiyələk ətirli bir gözəl göbələkdir Lepista nuda. Bu göbələyin ətrinə heyranam, həqiqətən də. Lepista nudadır, Lepista personatadır, balqadın göbələyidir. Bu göbələklər mənim üçün favorit göbələklərdir.